Bir vaxtlar dünyaya səs salan, neçə Azərbaycan filminin araya-ərsəyə gəldiyi məkanda Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasındayıq. Bugün səssiz sakit görünən bu məkan əslində özündə böyük bir tarixi yaşadır. Bugün sizinlə Kinoxronika və Lent yaddaşında əbədiləşən 126 illik tarixin qorunduğu kinostudiyanı gəzəcəyik. Kinostudiyanın dəhlizlərində diqqətimizi çəkən bu fotolar bugün də böyükdən kiçiyə hər birimizin sevə-sevə izlədiyimiz filmlərdəndir. Bax, elə bu fotonu götürək. 1958-ci ildə çəkilən Ögey Ana filmindəndir. Azərbaycan Film Kinostudiyası artıq fəaliyyətinin 101-ci ilini yaşayır. 1923-cü ildə Azərbaycan Fotokino İdarəsi nəzdində 1-ci Dövlət Kinofabriki yaradılıb ki, Azərbaycan Film Kinostudiyasının tarixi də məhz həmin hadisədən başlanır. Kinofabrikdə çəkilən ilk film isə 1924-cü ildə Qız Qalası bədii filmi olub. Onu da qeyd edək ki, kinostudiyanın binası 1951-ci ildə tikilib. Azərbaycan Film Kinostudiyasının yarandığı dövrdən etibarən müxtəlif adlarla fəaliyyət göstərib. Azərfilm, Az-Dövlət Kino Sənaye, Bakı Kinostudiyası və nəhayət ən son Cəfər Cabbarlı'nın Azərbaycan Film Kinostudiyası olaraq hazırda fəaliyyətini davam etdirir bizim kinostudiya. Təxminən 260-a yaxın tam metrajlı bədii film çəkilib indiyə qədər sırf Azərbaycan Film Kinostudiyasında. 1000-ə yaxın təxminən sənədli film var. Eyni şəkildə animasiya filmləri var, qısa metrajlı filmlər var. Bunların əksəriyyəti Dövlət Film Fondunda mühafizə olunur və bunlar rəqəmsallaşdırılaraq yüksək keyfiyyətdə televiziyalara və digər nümayiş kanallarına ötürülür. Artıq istifadəsi bitmiş, istifadə olunmayan, amma mənəvi dəyəri bizim üçün böyük olan müəyyən bir avadanlıqlarımız var, hansı ki, köhnədən plyonka ilə işləyən, lentlə işləyən, artıq onlar istifadədən çıxarılıbdır. Amma bir mənəvi dəyəri olduğuna görə saxlanış kimi bizdə studiyada saxlanılır. 2021-ci ildən Cəfər Cabbarlı adına Azərbaycan filmin balansında müasir tələblərə cavab verən kino çəkiliş texnikası mövcuddur. Bu texnika aparıcı kino istehsalı ilə məşğul olan və dünyada tanınmış kino istehsalı üçün avadanlıq istehsal edən məşhur şirkətlərin brendləridir. Onların kamerasıdır, onların işi avadanlıqlarıdır. Bu hissə bizim geyim bölümümüzdür. Bu əsasən tarixi geyimlərdir, qadın geyimləri, kişi geyimləri, papaqlardır və burada köhnə bir filmlərdən qalmış Qaraca qızın geyimi var. O dövrdən qalmış Qaraca qız bu geyimdə çəkilmişdir. Maşın cehizi var, gelinimin ay gelinimin. Maşın cehizi var, gelinimin ay gelinimin. Üzüne həsət atarır göydəki ay gelinimin. Gördüyümüz bu güzgü Sevil filmində istifadə olunub ilk öncə, sonra o Qaynana filmində istifadə olunub. Qaynana filmində demək olar ki, kadrda ən çox görünən hissəsi olub da. Belasını alım gelinimin, qadasını alım gelinimin, belasını alım gelinimin. Ramlatıra, fala baxıra. Sonra Bir Qaralan Sirri filmindən bizim Münəccimin geyimi durur.
Bura kinostudiyanın geyim və rekvizit bölümüdür. Burada bir çox məşhur filmlərdə istifadə olunan əşyalar saxlanılır. Məsələn, elə bu əşyanı götürək. 1979-cu ildə çəkilən Babək filmində istifadə olunub. Bu əşyalar isə Dədə Qorqud filmində istifadə olunan taclardır. Aruz, and olsun olacağı ki, mən heç bir vaxt qazana düşmən olmaram. Qazanın evin evim, ocağın ocağın bilmişəm. Ağlayanda ağlamışam, güləndə gülmüşəm. Azərbaycan film görkəmli kino xadimlərinin xatirəsinə böyük ehtiram və hörmətlə yanaşır. Azərbaycan filmdə Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Eldar Quliyev kimi görkəmli kino xadimlərinin yaradıcılıq studiyaları bu gün də mövcuddur. Bura vaxtı ilə Babək, Bir Cənub şəhərində, Nizami və digər filmlərin rejissoru olmuş xalq artisti Eldar Quliyevin otağı olub. Bura isə səs yazma otağıdır. Daim fəaliyyətdə olan bu məkanda Azərbaycan kinosunun şaheserləri səsləndirilib, dublyajlar edilib, lazım gəldikdə isə bəzi səs effektləri elə bu məkanda yaradılaraq yazılıb. Bax, indi biz radionu şəbəkədən çıxardırıq. Çıxartdıq. İndi sən də, mən də barmağımızı qoyuruq bura. Qoyduq. Qorxma, nədən qorxursan? Tok vurmaz. Hə, indi gəl qulaqlarımızı bir-birimizə yaxınlaşdıraq. Sən sağ qulağını, mən də sol qulağımı. Sinxron səs-küylərin yazılışı zamanı istifadə olunan faktoralarla burada sizə göstərmək istəyirəm. Demək, burada dəniz qırağında gəzərkən qumlardan, betondur, beton üzərində, çay daşları üzərində gəzərkən belə bir. Darvazanın açılış və bağlanması, böyük alaqapıların at arabaları, əl arabalarında istifadə olunan səslərdə bunlardan istifadə olunur. Belə səslərdən. Qarda getmək üçün kraxmaldan istifadə olunur. Hesablar bundan istifadə edirdi. Köhnə filmlərdən misal üçün bizim bəzi filmlərimizdə də var. Bey, de görüm kızı mənə verirsən ya yok. Vermezsen gidip bir ayrı kız alırım. Diyelim o olması bu olsun. Dünya kinosunda ilk kaskadyorluq fəndi 1908-ci ildə Qraf Monte Cristo filmində reallaşıb. Filmdə edilən ilk hərəkət yüksək aylıqdan şəlaləyə atılmaq idi. Azərbaycanda da peşəkar olaraq fəaliyyət göstərən kaskadyorlar var. Onlardan biri də tanınmış kaskadyor Əli Məmmədovdur. O deyir ki, filmlərdə istifadə edilən elə əşyalar var ki, onların bəzilərini məhz özü düzəldir. Texniki avadanlıqlar istifadə olunur. Kaskadyorlar üçün xüsusi hazırlanmış. Onların da çoxunu mən özüm yollarını tapıram, sirlərini tapıram və hazırlayıram. Və filmlərdə bütün o çətin və təhlükəli səhnələrinin təhlükəsini minimuma yendirmək üçün həmin o texnikadan, avadanlıqlardan istifadə edirəm. Dartma qurğuları var. O qurğular da həmçinin böyük hava təzyiqi ilə çalışır. Sonra maşınların havaya qalxıb havada dönmələri, aşmaları, həmin o qurğuları da mən özüm hazırlamışam və filmlərimizin və hətta başqa ölkə ilə işlədiyimizdə bizdə yəni hər bir şərait olmasını göstərirəm. Yaşı izi keçən kinostudiya bugün əvvəlki səsli köylü dövrünü yaşamasa da öz ənənələrinə sadiqliyini qoruyub saxlayır. Əminik ki, hər biri bir tarixi özündə yaşadan bu film pavilyonları ilə kinosevərlərin bu sevimli məkanı
yenidən özünün şöhrətli zamanına qayıdacaq, bizi bir-birindən maraqlı filmlərlə sevindirəcək.